Bizlə qonşu kənd var idi, Hacqara idi, sonradan adını dəyişdilər, Lernabad elədilər. Bax, o kənddə tikinti eləmək mümkün deyil. Darvaza götürək, qışlağın adını dəyişdilər, sonra Jdanov qoydular, qışlağı götürək. Orada mümkün deyildi ev tikmək. İcazə vermirdilər erməni. Amma bizim kənddə, ya qonşu kənddə, Saral olsun, Qursalı olsun, Gözəldəri olsun, Hallavar, Haydarı olsun, orada imkan verirdilər. Yeməli bunlar əvvəldən planlaşdırmışlar. Deyirdilər, qoy tiksinlər. Türklərdir də, qoy tiksinlər, onsuz da bizə qalacaq. Əllərindən alacaq, bizə qalacaq. Biz də cəmaatımız inkişafda qazanan, hamısı qazandılar, gözəl evlər, kənd böyüdü, kənddə gözəl 2 mərtəbəli, artıq 3 mərtəbəli evlərə gedirdilər, gözəl şəraitlər qururdular ki, inkişaf gedir, pul gəlir kənddə. Amma sən deyil, çaldınsa gör, fələklə çalın. Bunlar da öz çirkin, öz daşnaq xilətlərini sən demə işlərində bunlar aşnalayıb yetişdirirlərmiş. Demək olar ki, bu da özünü göstərdi 1987-ci ildən başladı. Artıq əvvəlcə də bizə olan münasibəti, erməninin münasibəti onsuz da yox idi. Biz elə türk olaraq çağırırdı, bizə başqa gözlə baxırdılar. Bu da özünü 1987-ci ildə daha da özünü büruzə verdi, göstərdi. O hadisələr, məlum hadisələr başladı, təzyiqlər başladı, kənddə şəhərə getmək biraz çətinləşdi, şəhərdən kəndə gəlmək, nəsə malını, ondan sonra təsərrüfatını, yəni məhsulunu bazara çıxartmaq biraz çətinləşdi. Təzyiqlər olurdu, cəmaatı döyürdülər, cəmaata üstünə müəyyən təzyiqlər göstərirdilər. Ona görə də bu yavaş-yavaş öz təsirini göstərdi və 1988-ci ildə məlum hadisələr baş verdi kənddə. Ümumiyyətlə, Qərbi Azərbaycanda. O da Allaha qurban olum, yəqin ki, Allah belə istəyirmiş. 1988-ci il dekabrın 7-sində zəlzələ baş verdi. Zəlzələ ermənilərin başını qatdı və bizdən qabaq, zəlzələdən qabaq siz bunu təsvir edin ki, bu Saral kəndindən köçmüşdülər, Saraldan, Qursaldan köç eləmişdilər. Allah rəhmət eləsin, dünyasını dəyişənlər onlara yolda güllə boran elədilər, neçə nəfəri öldürdülər, girov götürdülər, neynədilər. Bunu da deyim ki, məsələn 88-ci il köç vaxtı mən əvvəldə vurğulamışdım, bizim kənd ümumiyyətlə elə bir yerdə, elə bir mövqedə yerləşmişdi ki, ora hücum eləmək, ora təzyiq eləmək mümkün deyil. 2 yol var, əlinə bir daş da alsa, heç kim sənə hücum eləyə bilməzdi. Yuxarıda dur elə başına, necə ki bizim Şuşa kimi dağın başında var, eləncə bir yerdəydi, eləncə bir mövqedəydi. Ona görə də Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara can sahib, kəndimizin sakinləri, atalarımız, qardaşlarımız, nə bilim, qohum və əqraba özləri öz kəndimizin namusunu qorumaq üçün ayağa qalxdılar hamısı. Əli, yəni kimin tüfəngi var idi, tüfəngi, onu da deyim ki, ondan qabaq gəldilər kənddən bütün tüfəngləri yığdılar, ovçuların hamısının tüfəngi var idi. Hamısını gəldilər tüfənglərini yığdılar, apardılar. Məsələn, 88-ci ildə mənim qardaşım Elman gül bağçası deyildi, Darvazın bu tərəfində gül bağçası deyilən bir ərazi var idi. Orada gözətçi dururdu, bir 10 hektar yer var idi, orada gülləri yetişdirirlər. Elə bil ki, Böyük Qara kilsədə elə bil ki, yaşıllaşdırmanın bir şeyiydi də, pitomliki kimi. Orada yetişdirib, sonra aparıb orada əkirdilər. Mənim qardaşım orada gözətçi dururdu. Elə oldu ki, bu noyabrın 29-u günü. Ona dedilər ki, sən çıxartmalısan, buradan bu veşini təhvil verir. Sən demə, bunu da ermənilər bilirlərmiş, güdürlərmiş. Bu da adlarıyla bir-bir deyə bilərəm. Qardaşım kolxozun xahiş edib bir dənə maşını, Qazalius markalı maşınını götürür. O da Binnətov Elbəyi, Alıoğlu sürücü. Sonra Cəbrayıl Polad Nadiroğlu, sənin dayın da Allah rəhmət eləsin. Sonra Yusupov Vahid Hüseynoğlu, Hüseynoğlu, Orucov Kamandar Məhəmmədoğlu, İsmailov Hilal Xəmmətoğlu, Məmmədov Aqibət Fərmanoğlu, bir də mənim qardaşım Elman. Bir sürücü 6 nəfər də bunlar. Gedirlər oradan, bunun yaxşı ki, Allah'a şükür, yoldaşının uşaqlarını oradan çıxardır, bir dənə veşini doldurur, gətirir. Maşını yüklürlər, bir dənə də danası olur maşında, bir dənə də iti, nəsə yüklürlər maşına, maşınla
gəlirlər arxadan dənə 06 ilə əllərində də 2 dənə qoşarlı ilə bunları başlayırlar atmağa. Bunlar da maşında gəlirlər, o yəqin ki, hamı tanıyır, o diser deyilən tərəfdən oradan keçid var, çaydan keçmək üçün. Çaydan keçəndə maşın, Qazəllüs maşınıdır, yəqin ki, motoruna su düşür, o sveçalarının adına su düşür. Maşın çayın içində sönür. Maşın çayın içində sönür, bunlar özlərini atırlar suya, biri suya, biri şeylə, hərəsi bir tərəfə, həmin vaxtı bunlar atdıqca gülləni, həm dana, Elman qardaşım arxaya sökənir, ayağıyla dana saxlayır ki, dana yığılsa bunları vuracaqlar. Ona görə də bunlar atırlar, Elmanın ayaqlarından güllə yarası alır. Deməli, onlar həmin vaxtı özlərini atırlar suya, hər kəs o canını qurtarmaq istəyir. Həmin vaxtı indi belə baxa, hər bir adam həmin şəraiti öz gözünün qabağına gətirsin ki, necədir. Burada Elman qardaşım rəhmətli söylürdü, deyir, ona baxırdım, buna baxırdım, filan kəs qaldı. Deməli, Cəbrayılov Polad Nadiroğlu da həmin vaxtı suya atlananda, həm şeydən suya atlananda, bu yaralı, qəlpə yarası da, bu qırma deyirik biz, qoşatılanda nə olur, qırma yarası alır. Bu da baxır ki, qaça bilmir, özünü şeylə bilmir, deyir, burada gizlənir. Bunlar geçsin, gedəndən sonra mən çıxar, yavaş-yavaş gedərəm. Bunlar hamısı bir təhər qaçır, ermənilər də bunların dalına düşürlər, deyir, o yolu keçdik, hansı ki, o Böyük Qarakilsə, Hamamlı Yerevan yolu var idi, İrəvan yolu, Leynakan yolu var idi, oradan böyük tras idi, oradan keçirdi. Orada deyir, dayanan ermənilərin hamısı gəlib yoldan keçir. Hamısı deyir, maşını saxlayıb, onlar da düşüb bizim dalımızla. İndi sən təsəvvür elə. O erməni gələn deyir, saxlayır, onlar da düşür ki, əlinə düşsün, türklər əlimizə düşsün, parçalayaq. Bir tər, onu çağırdım, ay filan kəs, onu dart, bunu şeylə deyir, Elman qalxdıq deyir yuxarı, it də yazıq, qaça iti də vururlar. İt də gəlir, orada elə yuxarı çıxanda o da ölür. Sonra yuxarı çatanda deyirlər, hamı burada 6 nəfər buradadır, bəs bir nəfər Polad yoxdur. Polad, hardan xəbər olsunlar, nə bilsinlər, Polad hanı, bunu nə tər şeylərlər, hərə düşüb, kənd bir-birinə qarşı, o buna, bu ona, indi əlbəttə bu çox bir bədbəxtçilikdir, bu çox, mənim qardaşıma da elə şeylə bu aparıbdır, bunlara xahiş edib gedirlər köməyə, böyük narahatçılıq, nə bilim, narahatçılıq, həm narazıçılıq yarandı və rəhmətlik Polad bunlardan gizlənmək üçün gedir, özünün bir su boçkası var imiş, 200 litrelik. Onun içinə girir ki, gizlənin burada. Bunlar gedəndən sonra, ermənilər gedəndən sonra mən də çıxım da, bu da baxır, bir gün orada qalır, suyun içində. Suyun içində qalır. Axşam olanda şeyli ki, bu çıxar, sən demə, bu yağı düşmənlər, bu parazitlər gözləyirlərmiş orada, bunu təzədən girov götürürlər. Aparırlar, Kiravakana nə qədər əziyyət verirlər, döyürlər, incidirlər, bizdə də, kənddə də vəziyyət qarşı, hamı bir-birinə görür, artıq tayfa, o bundan söz, arada olan xətri hörmət, arada olan şey, hamısı narahatçılıq, nəysə, bunu da Allah rəhmət eləsin, hər ikisinə də Yaqub Kilər, Yaqub, yəni Fürüddin Nadiroğlu, bir də qardaşım İmdadda bunlar düşüblər bir tərəfə, ondan buna axırı hərbiçilərin xahişi ilə, hərbiçilərin köməyi ilə bunlar 2-3 gündən sonra Poladı qutarıb gətirirlər, nə vəziyyətdə, onda bir qurban, nə bilim, ora-bura qurban kəsmək. Şükür Allahın varlığına da həmin bir itki vermədən, həmin xətadan da bizim kənd qutarır. Bu olub noyabr ayının 29-unda. 1988-ci il noyabr ayının 29-u. Sonra 7-sində zəlzələ olandan sonra bizim kənddə də qaçqını, Saraldan da gəlib bizim kənddə qalan cəmaət artıq evlərdə yaşanmırdı. Onlar hamısı kimin ot tayaları var idi, tayanın ortasını tayanın ortasında qalırdılar. Biz duq deyirdik, yəni preslər bağlanırdı, o preslərdən ev kimi tikmişdilər, onun içində qalırdı. Zəlzələ bir də təkrarlana bilər. Yəni həmin yeraltı təkanlar yenə də olurmuş, yenə də onlar tayaların adının altında bir tək gizlədir. Sonra məlum məsələdir ki, deməli, o vaxtı Nazirlər Sovetinin sədri Rışkov bizim kəndə gəlir. Kəndin altında vertolyotdan düşür, gəlir kəndin cəmaatı ilə görüşürlər. Ondan sonra qərar verir ki, onların köməkliyi ilə kənd əhalisi cəmaatımız köçürülsün.
və orada post qururlar kəndin altında, hərbiçilər orada postlarda dayanırlar ki, ermənilər kəndə daxil olub qırğınlar törətməsinlər. Və bu minvalla hərbiçilərin şeyinlə, nəzarəti ilə, sonra bizim Bakıda yaşayan soydaşlarımız, kəndçilərimiz, onların köməkliyi ilə, mən onu da vurğulayım ki, yeri gəlmişlə deyim, məsələn, Osmanov İmran Mürsəloğlu, Məşədi Məcid, Ellazov Elləs Nəboğlu, ondan sonra bir çoxları, bunlar burada həqiqətən də Nazirlər Kabinetinə, oraya dövlət strukturlarına müraciət edirlər ki, kəndimizdəki olan o hadisə ilə əlaqədar ki, hansı köməkli, o vaxtı da bizdə Azərbaycan Nazirlər Sovetinin sədri Seyid olur. Onların köməkliyi ilə oradan da Qazax tərəfdən maşınlar göndərirlər ki, cəmaatı köçürsünlər, köçürmədə iştirak edirlər və köçürürlər. Onu da yenə yeri gəlmiş vurğulayım ki, həmən bu köçürməni və Azərbaycanla və burada yaşayan bizim elin bu ilə əlaqə saxlamaqda qədim bizim kəndin telefonunda da ateistdə işləyirdi, ateisti telefona o nəzarət edirdi, o baxırdı. Onun və qardaşı, həmin dedim bayaq, Yaqubun çox böyük köməkliyi olub. Bunu itirmək olmaz, bunu danmaq olmaz. Həqiqətən də o gizdindən erməniyə hörmət meylivinə hansı bir minvanla bütün kəndin telefonunu ümumiyyətlə kəsiblər. Heç bir telefona əlaqəsi ola bilməz. O da gizdindən bir dənə xətti saxlaymış, həmin xətlə həm burada yaşayan bizim kəndçilərimizlə, həm də başqa yerlərlə əlaqəni Moskvada yaşayanlarla əlaqəni saxlayırmış. Böyük köməyi olub. Sağ olsun, Yaquba Allah rəhmət eləsin, qədimə də can sağlıq, bu gün də yaşayır, özü də məlumat verə bilər, nə vaxt istəsə şey elə bilər. Ona da elə elimiz adından, yenə də öz adımızdan təşəkkür edirik ki, köməkli eləyik. Artıq getdikcə vəziyyət çətinləşirdi, cəmaat heç ara gedə bilmirdi. O vaxtlar mənim qardaşım işləyirdi, poçtu nəçənik işləyirdi. Mən də ateistdə işləyirdim. Mən də ateistin nəçəniki mənim. Bütün sivyazlara mən baxırdım. Deməli, Raykom partiyadan tapşırıq gəlmişdi ki, bütün sivyaz əlaqə kəsilməlidir. Elə o cümlədən bütün hamısını kəsdilər. Bizim heç ara ilə əlaqəmiz olmadı. Getdikcə vəziyyət gərginləşirdi. Hətta hazırlıqlar gedirdi, kəndlərə hücumlar. O vaxtlar telefonlar kəsiləndə bizim liniyamız bir dənə Qaradiskoy liniya gəlirdi ateisə. Deməli, kəndin cəmaatı həmən Qaradiskoy liniya düşürdülər. Şəhərlərə, Bakıya, Gəncəyə, Moskvaya, hara istəsələr danışa bilərdi. Eyni vaxtda 6 nəfər danışa bilərdi. Bunların hamısı kəsiləndən sonra bir dənə o vaxtı mən təsadüfi yoxladım ki, hələ görüm liniya varmış deyirmi? Gördüm, Qaradiskoy işləyir. Mən Qaradiskoy liniyanı birləşdirdim evə. Yalnız kənddə bizim evdə var idi telefon. Heç kimdə telefon yox idi. Heç kimin har iləsə əlaqəsi yox idi. Tam əlaqə kəsilmişdi. Çıxış yollar bağlanmışdı. Çünki biz də mərkəzdə yaşayırdıq. Ona görə heç ara çıxa bilmirdik. Saral, Qursalı, Hallavar, biz hamımız hətta Puşkində mənim dayılarım olurdular. Onlara hücum olmuşdu. Onun oğlanları hərbidə işlədiyinə görə hərbi maşınlarla çıxartmışdılar onları. Hətta dallarınca avtomatdan ateş açılmışdı. Tam millətin hamısını qırmaq fikirləri var idi. Onda biz artıq Azərbaycanla əlaqə saxladıq. Sivyazımız var idi. Bunu ermənilər bilmirdi. Bilsələr onu da kəsəcəkdə, bizim əlaqəmiz ki, heç kimlə olmayacaqdı. Nə hadisələr baş verir? Çünki artçutdu bizim cavanlar, yaşlılar, orta yaşlılar, hamısı Bakıda çox idi yaşayanlar. Əlaqəmiz yalnız onlarla alındı. Onlardan o cümlədən bir neçələrinin adını da deyə bilirəm ki, xəbərləri ən çox çatdıran orada Osmanov İmran idi, Mürsəloğlu rəhmətə gedib, Allah rəhmət eləsin. Məcid müəllim idi, Məşədlər Məcidi deyirlər, Məhrəm kişinin oğlu. Qurbanım Məhrəmin oğlu Sədi idi, Göysulu deyirdilər, Yusubov Elləs. Hamısı bunlar mərkəzi komitə ilə gediş-gəlişləri çox idi.
Onlardan heç kim inanmırdılar ki, bizdə hadisələr belədir. Bizim hər şeyimiz kəsmişdilər, almışdılar. Bunlar çox getdilər Mərkəzi Komitəyə. Mərkəzi Komitədən inanmırdılar ki, orada hadisələr nə yerdədir. Hətta Mərkəzi Komitədən, Ali Sovetdən də zəng olundu evə. O cümlədən zəng olunanda mənim yoldaşım götürmüşdü telefonu. Qızım, vəziyyət necədir? Qış ayları idi, 88-in axırı idi, noyabrın axırı, dekabrın biri, ikisi idi təxmini. Yadımdan çıxıb o gün dəqiq bilmirəm. Evdə otururdum, zəng gəldi. Osmanov İmran Bakıdan zəng vurdu. Dedi, kim var, kim yox? Dedim, heç kəs yoxdur mənim. Dedi, kişilər hardadır? Dedim, kişilər kəndi mühasirəyə alıblar. Harasa tədbir tökməyə gediblər, yığılıblar bir yerə. Heç kəs yoxdur mənim. Dedi, indi səninlə danışan var, gör kimdir, danışır. Nazirlikdən bir adam danışdı, dedi, salam Məlük, dedim, Məlük. Dedi, nə var, nə yox kətdə? Dedim, kətdə bizim mühasirəyə alıblar, şəhərə giriş-çıxış yoxdur, şəhərdən bizə heç nə gəlmir, işıqları keçirirlər və təhlükə içində yaşayırıq. Necə qorxulu vəziyyətdir, sağ qala da bilərik, qalmaya da bilərik. Dedi ki, qızım, bəs indi hamı sizin yoldaşlarınız? Dedim, hamısı bu gediblər tədbir tökməyə. Gecələr kişilər çıxır, hamısı gedir. Səhər təxminən 5 arası idi, onlar bizə zəng vuranda. Mən danışdığım adam sonra məlum oldu ki, təzədən bir dəfə də zəng vurdular Bakıdan bizə. Nazirlər kabinetinin sədri Həsən Seyidov idi danışan. Sonra məlum hadisələrdir ki, həm köçkünlər buraya gələndən sonra cəmaatın yerləşməyə, cəmaat Qazaxda Umusa köyü deyilən yerdə yerləşir. Bəziləri Gürcüstana, bəziləri harasa Bakıya, evlatlarının yanına köçdülər, gəldilər və demək olar ki, yerləşdi, cəmaat gəldi, pis, yaxşı, hər kəs özü üçün şərait yaratdı, qalan malı, mülkü, evi, eşi, hamısı qaldı, darmadağın elədilər erməni faşistləri. İndi bu gün də gəldi, hər kəs öz hesabına, öz puluna Bakıdan və Azərbaycanın bəzi bölgələrinə özləri üçün şərait quruldu, ev tikdi. Şükür Allahın varlığına ki, sağ-sana deməli, bircə nəfər orada bizim kənddən bir dənə uşaq, o da Aliyev Əməlin, Məmmədoğlu Əməlin bir qız uşağıdır, bilmirəm, oğlan uşağı, hansısa uşağı, körpə uşaq, zəlzələ vaxtı altında qalır, orada uşaq dünyasını dəyişir. Ondan başqa heç bir itki olmaz. Ona görə də biz yenə onda da bizim kəndin həm rəhbərinə ilə Bayramov Məmmədə də, Kənd Soveti Məmmədov Sayada da və o işdə bütün əməyi olan insanlara təşəkkür edirik ki, bu cəmaatın köçürülməyində, o texnikanın verilməyində cəmaatın namusun, qeyrətin, birinci qadınlarımızı, uşaqlarımızı oradan çıxardıblar və bu gün də şükürlər olsun ki, sağ-salamatla namuslu, qeyrətli hamısı gəldi, öz doğma vətənimizdə, Azərbaycanımızda məskunlaşdı, yerləşdi. Sad olsa Rəfət müəllim, maraqlı olardı, həm də gələcək nəsillər üçün yaddaşlarda qalsın video çəkilişdir. Kəndimizin yer adlarından, məhəllələrdən elə qısa biraz Çox sağ ol Eldar qardaşım, çox gözəl vurğuladın. Mən dəvət eləmişdilər bu yaxınlarda Qərbi Azərbaycan televiziyasına, mən orada müsahibə verdim. Amma təəssüflər olsun ki, vaxt azlığından mən orada kəndin məhəllələri haqqında, məhəllələrin adını çəkdim. Amma kəndin o toponimləri haqqında məlumat vermək istədim. Vaxt azlığından mən onun bir neçəsinin adını çəkdim. Yarımçıq qaldı. Onu elə burada desək, həqiqətən də adama zövq verir, elmlər. Həqiqətən də zövq verir ki, o torpaqların, o daşların, o kəsəyinmi, o belə yamacınmı, o cığırınmı, nə bilim, o bulağınmı, o daşınmı, hər birinin öz adı var idi. Onların adını çəkdikcə adamın tükləri biz-biz olur. Bu qədər şeyliyim ki, bax, həqiqətən də mən onlara istinad eləyəndə o adları yadıma saldıqca elə bilirəm özümü həmin o yerdəyəm, həmin o bulağın dibindəyəm, nə bilim, həmin o ağacın başındayam. Bax, özümü elə təsəvvür eləyirəm ki, yəqin sən də bir az müddət olmayıb, bir neçə, bir 4-cü, 5-ci sinifə kimi orada oxuyursan. Hətta 4-cü, 5-ci sinifə kimi orada oxuyursan, sən də görübsən, az da olsa məlumatın var, görübsən. Mən deyim,
bizim kənd böyük bir ərazini şeylidir. Özü də məsələn şərq tərəfdən Gözəldəri ilə sərhədli idi. Onu elə açıqlamamışdan qabaq bir fikir bildirdiniz, sual vermişsə, bizim sözlərin içində digər millətlərin söz qarışığı var idi. Məsələn, rus, fars, ərəb, yoxsa hamısı bizim ləhcənin özümüzə məxsusdur? Yox, ləhcə bizim təmiz türkçəmiz. Bizdə təmiz türk ləhcəsidir. Biz götürək ki, biraz ola bilər ki, ləhcəmizdə, amma tamam Anadolu türk ləhcəsidir. Tamam türklüyümüzü biz bəlli edirik. Amma indi biz hesabını götür 70 il türk belə Sovet əsarətində yaşamışıq. 70 il müddətində biz Rus ədəbiyyatına da müraciət eləmişik və xidmətimiz də, hərbi xidmətimiz bilirsən ki, Rusiyada olurdu, Sovet İttifaqında. O da məcbur idin sən rus dilində öyrənəsən. Yenə də var ki, təsəvvür elə ki, danışığımızda o rus sözlərindən istifadə edib, bizə keçən sözlər var ki, onlardan istifadə edirik. Bizim kətlərə şeylər var. Yox, rus olmayıb ümumiyyətlə, amma ləhcədə istifadə olunub, amma tam bizim danışığımız, sözümüz elə deyirlər, Qazaxda, bəyək də söhbət açıldı, dedim, Qazaxdan köçmə, Qazaxdan nə tək, elə Qazax da bütün eyni idi. Arçut da eyni idi, Pəmbək də eyni idi, Loru da eyni idi. Bunların hamısı eyni bir bölgənin, eyni bir insanları idi. Mən deyim, bax, həqiqətən bizim kəndin ərazisi çox gözəl bir landşaftda yerləşir. Baxanda, indi bizim var, internetdə də hər bir kəs açıb baxa bilər. O, Hazqaranın qabağından çəkilən bir şəkil var ki, bunu göstərir, o mənzərəni göstərir. Orada şərq tərəfdən biz Gözəldəri ilə sərhədli idik. Bizim yaylaq var idi. Yaylaqda biz Kalino rayonundan sərhədli idik. Gərgər var idi, Puşkin var idi. Onlarla sərhədli idik. Cənubdan isə cənubu şərqdən Hacqarı ilə sərhədli idik. Darvazla sərhədli idik. Cənubu qərbdən Saralla sərhədli idik. Saral kəndindən. Deməli, bizim kəndimiz başlayırdı Saf dərədən. O, bəyək deyirdim, uşaqları ki, güllələmişdilər. O, liseyrin yanından keçəndə Saf dərə vardı. Oradan başlayırdı. Saf dərədən gəldi, bəri gələndə bax, var idi, Saf dərə, ondan sonra Almalının dərəsi var idi. Kiçik Nəlbənd təpəsi, Böyük Nəlbənd təpəsi, adlara bax hələ. Almalının körpüsü var idi. Aşağı girirdin Şərfin cələsi. Sonra gəlirdin Gümüşərə, gəlirdin Dəyirman dərəsi. Sonra orada Qulgilən dəyirmanı var idi. Onu da dedim ki, orada dəyirman kəndin tək bizim yox, bir neçə qonşu kəndlərin də onları gəlib orada üydülürdü. Ondan sonra keçdim Çırçır deyir, belə damba deyirdi, damba. Oradan gəlirdi, su axırdı, böyük kəndin suyu gəlib Çiçiqan çayına. Biz burada biri Pəmbək çayı deyir, biri nə bilim nə çay deyir. Amma o çayın adı bizim kəndin altından Saralın, Qursalının, Hamamlıdan gəlib keçən çayın adı Çiçiqan çayıdır. Çiçiqan. Ondan sonra keçirdik bu tərəfə, məsələn, birinci dərə, ikinci dərə. Ondan sonra gedirdik Qalaçalı. Gör nə deməkdir? Qalaçalı. Daştəpə. Qəhrəmanların çəpəri. Çırçır. Böyük damba idi, belə gəlirdi, sonradan Selzat gəldi, biraz alçaldı. Oradan belə su çıxırdı, böyük su gedirdi, içirdi buz kimi. Həm yuxarıdan çay tökülürdü, altından da, qayanın altından belə su çıxırdı, oradan su içirdi. Ondan sonra çıxırdım Qoruq təpəsi. Şişdə. Bir dənə başqa ad yoxdur ha. Şişdə. Sonra gəlirdi məsələn Mehdinin dərəsi, Əzmin qayası. Kiçik Quzey, Ayvazın çökəyi. Böyük Quzey, Dəldağda deyirlər ona. Haça yeri deyirdilər. İndi Alağanın Komu deyir, Alağanın Komu artıq Saralın ərazisidir. Orada Saralın var idi. Qoyun ferması var idi. Ondan sonra gedirdi Qaradəyərci, Çiğdəmə belə gedirdi. Onların yaylağı da var idi. Gəlib yal yurda dirənirdi. Sonra gəlirdi Kürd arxası. Yuxarı əlləşər, aşağı əlləşər.
Nazatın Xalxalı, ondan sonra deyirdi Məmilinin Biçənəyi, Kəvəyin Dərəsi, Böyük Gözə, Kiçik Gözə. Məmmədevinin bulağı var idi. Orada sonra Allah rəhmət eləsin, bunların bir Məmməd müəllimin bir qızı rəhmətə getmişdi. Onun xatirəsinə orada bir bulaq düzəltmişdilər. Bir də elə bil ki, söhbətgah kimi, burada besetka deyil, söhbətgah kimi düzəltmişdilər. Cəmaət gedib elə orada kebab çəkib, yeyib içirdilər. Sonra Sulu Dərə, Böyük Qış Kanalı, Kiçik Qış Kanalı, Çataqlı Daş, Nəvinin Gözəsi, Qulgüdən Yalı, 1-ci Yastana, 2-ci Yastana. Sonra Uzun Günü deyirdi. Uzun idi, belə gedirdi. Uzun Günü. Sonra qalxırdın Həlliylərin Biçənəyi də elə Hasan Biçəni deyirdilər həmin yer. Xal Düşən, Yal Yurd. Ondan sonra gedirdin Eşşək Yoran. Ondan sonra gedirdin o yurt yeri deyirlər, orada o vaxtı Qazaxdan, Gürcistandan köçənlər gəlib dağ yeri kimi orada köçüb, orada qrup yaşayırlar. Ondan sonra düşürdün Bayramın Qayası, Ağqaya. Ondan sonra Sarısuz dediğimiz yer var idi. Orada mədən çıxartmışdılar, şeylər var idi. Mədən yerləri var idi, 3-4 dənə. Onu o vaxtı işləyirlər bizimkilər də gedib, kənddən gedib orada işləyirlər. Dedilər ki, oradakı o mədən yetişməyib, həmin o filizlər yetişməyib. Ona görə də qaldı, yarımçıq saxladılar. Amma yəqin ki, onlar bilirmişlər, yəni türklər buradan nəsə qazanmasın. Əlbəttə ki, orada o qazıntı ilə o işlə bizim kəndin cəmaatı da orada işləyəcəkdi, oradan müəyyən qazançlar əldə edəcəkdilər və yaşayış da yaxşılaşacaqdı. Ona görə də onu dayandırdılar. İndi onu Allahları bilir, özləri bilir, nəyə görə demirəm. Orada Mındırığın komu deyirdilər. Ondan sonra Eminoğlu'nun komu deyirdilər, Çoxalların komu deyirdilər. Orada Sarısuda gedirdilər, bax, İsmail Əmdillidə, Xıdır Əmdillidə gedirlər. Ondan sonra Veysal idi, Eminoğlu'nun Söyünü, orada gedib bir şey var idi. Yaşayırdılar, dağa, yaylağa çıxmamışdan qabaq birinci ora köçürdülər. Sonra aşağı düşdükcə gəlir, Sarısuyu keçdim, gəlirdi Darın Qayası. Orada Darın Qayasına çatmamış Rəcəböyünün var idi, komu var idi. Bax, elə sənin baban nədir kişi gedib orada qalırdı, orada söğütlü idi, düzənlik yer idi, orada da bir-iki dənə kom var idi. Onlar çıxırdılar, orada qalırdılar. Sonra gəlirdin Qaranquş Yuvası, aşağı düşün Hamoyun Ocağı, gəlirdin Quzqulaq Qayası, Qumsağın Bulağı. Sonra gedirdin Baydadaş, bu tərəfə gedirdin Qulgüdəkli dağında Baydadaş. Bu adların hamısı bizim kəndə məxsus. Hamısı birər-birə bizim kəndə məxsus. Oradan gedirdin, bu tərəfə gedirdin Aydaşı. Həşkərimiz ağası deyirlər. Xanvəlinin çökəyi. Ondan sonra düşürdün aşağı Gözə. Orada kərən tökülən var idi. Sonra var idi, baseyin var idi, hansı ki su deyirəm, oradan vururdular, gəlir su. Ondan sonra gedirdim o tərəfə, orada da bir çırçır var idi. Yemşanlıq var idi. Sonra Xanvəlinin çökəyini deydim yəqin ki. Sonra Təköyük. Təköyük deyirlər, yəni o Sırxanıya qalxan yol var idi, belə dolama yol var idi, ona Təköyük deyirdilər. Sonra Sırxana, Sığırxana deyirdilər, yəni sığır malzat saxlayırlar. Amma sonradan adı Sırxana elə olaraq deyirlər. Orada Əmrastanın kömü var idi, Ələskərin kömü var idi, Xallın Bulağı var idi. Ondan sonra Şişlərin yanı var idi, bu döş. Ondan sonra Qiyaqlı, qalxırdın oradan, o tikə qalxırdın Qiyaqlı. Arıq ölən deyirdilər. Ondan sonra getdim dağa, Binəni, Qırtbulaq. Orada Söyün ölən qılınç deyirdilər. Bu Söyün də Hüseyin ölən qılınç. Bu da Elşənin babası Əli var idi, Əli kişi. Onun qardaşı Söyün deyir. Orada ermənilər öldürüblər. Ona da Hüseyin ölən qılınç deyirdilər. Sonra getdim Hərifə Toylan, Araz yol, Todar, Orta Binə, Qalxozun binəsi. Ondan sonra Çələvi, Nəcəfli,
öküz uçan. Bu adları dedikcə adamın tükləri biz olur. Mən bu gün də onların hamısı görürsən heç bir şeyə baxmadan mən bunların hamısını sadalayıram. Nədən? Mən o ellə yaşayıram, o bu ilə, o kəndlə yaşayıram. Adicə götür ki, sən dedin, qoy o kəndimizin məhəllələri var. Bu məhəllələri də qoy, onlar haqqında da məlumatlar verir. Əsas məqsədim budur ki, bunu bizim o gələcək nəsillərə ötürək, bizim balalarımıza, bu bizi əvəz eləyənlərə ötürək ki, balalarım, görün, bu nədir, bunun adını, bunu nətər unutmaq olar? Bu eli, obanı, bunu necə unutmaq olar? Məsələn, başlayırdı o tərəf, dölləkdən başlayırdı. Mən o toydan başlayıram, gəlirəm da, döllək, qaş. Qaş dediyim elə sizin o təpə idi. O domba vardı, bax oraydı, qaş. Dükanın yanına, yəni aşağı dükanın yanında, məşədlər. Onu da deyim ki, mən o Qərib Azərbaycan televiziyasında da dedim ki, bizim kənddə 3 dənə yer var idi ki, onlar sırf o tayfaların adı ilə idi. Yəni o, məsələn, məşədlər idi, eminlər idi, bir də Qolgödəkli idi. Sırf onların adı ilə idi, o məhəlliyə elə sahiblər. Məşədlər, eminlər, aşağı məhəllə. Aşağı Qaşda deyirlər, aşağı Qaşda biri sizin evin yanı idi, biri də bu Şakir var, Məmmədov Şakir, onların evini, Qasım kişinin evinin yanı, orada bir Qaş deyirlər. Aşağı məhəllədə o, ən çox orada Məmməd evinin, Hüseyin müəllim, Məmməd müəllim, zat yaşı, Məhərrəm, Xatal müəllimgil yaşayan o məhəlliyədir. Bağın ayağı deyəndə Yasın əngil yaşayan, bax oraya bağını, Dərə aşağı deyəndə Dərəli Mahmud zat yaşayırdı, Şahbaz, bax o tərəf deyirəm. Sonra gəlirdi Məcidin yanı. Qolgödəkli, Çaxraq, Aydaşın yanı, Oyğun dalı, Poçtun yanı, məktəbin yanı, Şeytan bazarı deyirlər, məktəbin yanına. Kəndin altı o Şəmsədən müəllim bizzat tərəfə, yaşayan tərəfə onlara oraya kəndin altı deyirlər. Ağaseyidin qəbrini yanı. Ağaseyid deyəndə bizim orada 3 Yunans yerimiz var idi. 3 Yunan, onu ocaq kimi sayırdılar. Bir Ağaseyid idi, onun nəvələrinin qəbri idi. Armud ocağı idi, bir də Hamoyun ocağı idi. Ən çox da inanc yerimiz Ağaseyidin qəbri idi. Bütün hamı orada and içəndə də Ağaseyidin qəbrini. Hamı, məsələn, Quran oxudanda da, bir nəzir də verəndə gedib Ağaseyidin üstündə çıra yandırırdı, ya nəzir verirdi. Sınanmış idi, hamı da inanırdı, inanc yeri idi. Qənsələrin yanı deyildi. Çayın dərə, o tay, bu tay. Yəni kənd bilirsən də, o taya da ayrılmışdı, bu taya da ayrılmışdı. Bir də Yappaqalaq məhəlləsi deyirlər. Cırdahanlı məhəlləsi deyirlər. Cırdahanlı məhəlləsi Poçtun yanı idi. O Maskilin adının evinin yanı, bax, orada Cırdahanlı məhəlləsi idi. Məhəmməd Çəməngilin öyünün yanı tərəfi o orada Yappaqalaq məhəlləsi idi. Elə yerlər də var idi. Məsələn, sonradan indi onu dədə babalarımız qoymuşdu, amma müasir adlar da var idi. Müasir adlar da var idi ki, o adla tanınırdı. Deyirdin ki, məsələn, elə yerlər var idi, deyirdin, məsələn, Bəxtiyar müəllimin evinin dalı, deyirdin ki, məsələn, Süleyman kişinin evinin dalı, Qurban Məhərrəmin evinin altı, belə yerə Ənbərin dərəsi, Aslanın dərəsi, yəni bunlar da fakt idi. Bunlar adınla deyilən kimi cəmaət bilir ki, haradır, nədir, yəni bunlar da olduğu kimi deyəsən. Keçib, Bakıda indi bugünkü birliyimizin nə qədər, nə yerdədir? Yəni bu boyda əziyyət çəkilir, çəkilişlər aparılır, yazırıq, bozuruq. Elədiyiniz cəhdlər nə üçündür? Deməli, Elmdar, 88-ci ildən gəlmişik, bugün də artıq demək olar ki, 40 ilə yaxınlaşır da bizim gəldiyimiz 38 ildir. 38 ildir biz gəlmişik Azərbaycandayıq. 38 ildə böyük işlər görülür. Bizim Allah rəhmət eləsin. Oradan gələnlərin çoxu bizim atalarımız, babalarımız, çoxu analarımız, çoxu dünyasını dəyişdik etdi. Biz
biraz mən özümdə də yaxud hər bir artistdə də günah çox görürəm. Nəyə görə günah görürəm ki, biz o yaşlı nəsildən istifadə eləmədik, vaxtında istifadə eləmədik və onlardan o mənbələr var idi ki, hansı ki, biz kəndimiz haqqında, kəndimizin tarixi haqqında, düzdür, Allah canını sağ eləsin, Yusuf müəllim, müəllimlərin də adını çəkəndə Yusuf müəllimin adını çəkmədim. Amma çəkmişdim adını. Yusuf müəllim bizə həm hərbi hazırlıqdan, həm də Alman dilindən dərs deyirdi Şəmsdə müəllimlə bir yerdə. Yazıbdır burada hər bir şeyi, bütün tayfalar haqqında, onların şəcərələri haqqında, bütün məlumatları, kəndin tarixi haqqında məlumatları veribdir. Amma bilirsən, yenə də azdır. O bizim kəndin tarixini bir kitaba, iki kitaba yığışdırın. Məsələn, sağ olsun Vəfalı yazıbdır, Qasımov Vəfalı Cavadoğlu yazıbdır. İndi orada biraz kənd haqqında məlumat verib, əsas Culoydara öz tayfası haqqında götürübdür, yazıbdır. Məsələn, Məmməd müəllim yazıb, Alıoğlu, Məmməd Alıoğlu, o da yazıb şəcərələri, bu eminlər haqqında yazıbdır. Əflatun müəllim də yazıb, çap elətdiribdir, yenə öz tayfa, müəyyən məlumatlar yenə də azdır, bilirsən. Bu kəndi bu boyda elatı, bu boyda eli bir kitaba, iki kitaba belə yerləşdirmək, bunun tarixi çox böyükdür, bunu yerləşdirmək. Amma gəldik, yerləşmiş Azərbaycanda da bugünkü gündə Ermənistan, keçmişdə Qərbi Azərbaycanda, öz elimizdə, o bölgədə olduğu kimi, burada da yenə vətənimizə, doğma vətənimizə, Azərbaycanımıza töhfə verməyə çalışdıq, bacardıq. Biz o Azərbaycanımıza, mən deyim sana, 29 dənə bizim professor elmlər namizədi alimlərimiz var. Azərbaycanda bu dəqiqə işləyirlər, fəaliyyət göstərirlər. 80-ə yaxın həkimimiz var. Həkim vermişik. Bir generalımız var. Bir hakimimiz var. Azad generalımız Xəlilov İnayət Hidayətoğlu. Azad Ayaz müəllim var, hakim. Dəqiqə Dəvətçidə, yəni Şabran rayonunda sədrdir. Oranın sədridir. Ondan sonra neçə dənə polkovniklərimiz var. Neçə dənə zabitlərimiz var. Həm polisdə, həm güc strukturlarında, Müdafiə Nazirliyində və Milli Təhlükəsizlik qeyri-nazirliklərdən hansısa cəmiyyətimizdə fəaliyyət göstərir. Həqiqətən də məsələn, 1-ci Qarabağ Savaşında, burada mən qeyd eləmişəm, 1-ci Qarabağ Savaşında 82 nəfər 1-ci Qarabağ Savaşında yalnız bizim kənddən iştirak edib. Ondan 6 nəfər şəhid vermiş, bir dənə milli qəhrəmanımız var. Hümbətov Fərhad Qəmbəroğlu, milli qəhrəmandır. Azərbaycan bayrağı ordenindən Aliyev Cəmil Məhərrəmoğlu. Şəhidlərimiz Əhmədov Kamandar Məmmədoğlu, Əhmədov Hüseynxan Alxazoğlu, Əhmədov Mübarək Qaraoğlu, Xəlilov Cəfər Vaqifoğlu. Bunlar bizim qürur mənbəyimizdir. Bu bizim bütün Azərbaycana, elimizə, obamıza, millətimizə nə qədər bağlı və nə qədər yararlı olduğumuzu göstərən faktlardır. Bunu da hər bir kəsə qürur verir. Mənə lişlə bununla, mən özüm deyirəm ki, hələ özümlə qürur duyuram ki, mən belə elin, belə obanın, belə kəndin, elin obanın evladıyam. Məsələn, 2-ci Qarabağ Savaşında 40 nəfər iştirak edib. Bir şəhidimiz var. İsmailov Ruslan Eyvazoğlu. Antiterror əməliyyatında 10 nəfər yenə bizim kəndin uşaqlarından iştirak ediblər. Mən onu da vurğulayım ki, məsələn, yaddan çıxmışdı, üzrlü hesab edeyim. Məsələn, 1988-ci ildə o qaçqınlıq vaxtında bizim kənddə bir çobanı, bayaq ikimizdən danışdıq, o yaddan çıxmışdı üzrlü səbəblərə, üzrlü sayın. 1988-ci ildə Məsumov Əhməd Hacıoğlunu 350 başı heyvanla uğradılar. Hələ bu günə kimi də ondan nə heyvan... məlumat yoxdur, üzr istəyirəm. Məlumat yoxdur. Belədir qardaşım, bax gəldik, formalaşdıq. Əsas da bizim, bax, elimiz yenə də bir-birinə bağlı idi. Hər bir qohumluq əlaqələri inkişaf edir. Mən bayaq çıxışımda da vurğuladım, o tayfalarla, bunlarla əlaqəli gələndə vurğuladım ki, qardaş, o tayfalar 27-dir, hər neçə tayfadır, o qədimi tayfa adlardır, nədir? Bugün bir tayfa var.
O da Arçud elidir. Bir qovum, onların hamısı birləşib, hamısı qovumluq budur. Bunu biz öz işlərimizlə, öz fəaliyyətimizlə, 2-ci Qarabağ Savaşından sonra 2020-ci ildə biz özümüz öz aramızda yaratdıq bu icma formuna. Hələ Qərbi Azərbaycan icması formalaşmamışdı. Qaçqınlar Cəmiyyətinin nəzdində balaca fəaliyyət göstərirdi. Amma biz özümüz birlik yaratdıq. Özümüz kəndi bir yerə toplamaq üçün, kəndi xeyrində, şərində, nə bilim, başqa görüləcək işlərində bir fəaliyyət göstərmək. Biz yığışdıq, toplaşdıq ki, bu kəndə sahib çıxmaq lazım. Bu elə sahib çıxmaq. Kənd deyəndə artıq kənd yoxdur. Onun adını da çəkməyə ehtiyac yoxdur. Arçud elinə. Bu elə sahib çıxmaq lazımdır, bu cəmaata sahib. Ona görə də biz qarşımıza məqsəd qoyduq ki, bu elin itib baxmaması üçün, bir-birindən ayrı düşməməsi üçün, bir-birinin yanında olması üçün bu birliyi qoruyub saxlamaq lazımdır, daha da möhkəmləndirmək lazımdır. Ona görə də biz öz aramızda yığışdıq və yaratdıq. Mən onu deyim ki, biz tədbirlər keçirməyə başladıq. Birinci öz qarşımıza qoyduq, bunu deyirlər, təkrar olmasın. Biz qarşımıza qoyduq ki, qardaş, birinci bizim əsas məsələmiz odur ki, biz qəbristanlığımıza əl gəzdirək, onu düzəldək, ona bir gözəllik verək, elə olsun ki, oraya gedən analarımız, bacılarımız və ətrafda olanlar gedəndə normal öz əzizlərini ziyarət edə bilsinlər, çətinlik çəkməsinlər, palçığa, gilə batmasınlar. Ona görə də biz qarşımıza məqsəd qoyduq, elimizə müraciət elədik, elimizi də var olsun. Biz həmişə də onlarla fəxr edirik, onlarla qurulanır, onlara arxalanırıq, sərbəst hərəkət edə bilirik ki, müraciət elədik ki, biz o qəbristanlığı abadlaşdıraq, qəbristanlığa da təmir işləri aparaq, yolları düzəldək. O da sağ olsunlar, iki etapda olsa bizə kömək elədilər, mən heç kimin adını çəkmirəm, bizə kömək elədilər, birlikdə, hamımız birlikdə əl-ələ verdik, onun öhdəsindən layiqincə gəldik. Sonra biz 2022-ci ildə sentyabrda Qubada böyük bir tədbir keçirdik, elimizlə cəmaatımız gəldi, iştirak elədi. 2023-cü ildə 35 illik həmrəylik gününü keçirdik. 400 nəfərə qədər iştirak elədilər. Biz qonaqlar da dəvət eləmişdik, həm Qərbi Azərbaycan icmasından, həm bütün Qərbi Azərbaycanlıların tanınmış insanlarından dəvət elədi, gəldi, bizim o tədbirdə iştirak elədi və bu nə möhtəşəm alındı və bütün nəinki Qərbi Azərbaycana, bütün Azərbaycana səs saldı. Sonra məktəbimizin 24-cü ildə məktəbimizin 100 illiyini qeyd elədik. 500-ə yaxın orada adam iştirak elədi, elmdən. Allah yenə deyirəm, biz bu gün nəyə nail olmuşuq bu həyatda, nə eləmişik, biz o müəllimlərimizə borcluyuq. Allah rəhmət eləsin, onların hamısını bir-bir andıq. Onların hamısına bir-bir rəhmət oxuduq. Bu gün də onların heç biri unudulmur. Heç biri unudulmayacaqdır. Neçə ki biz yaşayırıq, yəqin ki biz bu işləri də görürük ki, həmin insanları unutmayaq. Onların hər birinin adı yazılıb, onların hər bir nailiyyəti yazılıb və onlar qorunub saxlanılır. Yenə də bizim fəaliyyətimiz davam edir. Hər bir kəndimizin yanındayıq. Onun məktəbə qəbul olan uşaqlarımız var, yüksək bal toplayan uşaqlarımız var. Onlara biz yardımlar elədik, biz onlara mükafatlandırdıq, həvəsləndirdik ki, yenə də onu eləməliyik. Bax, indi bu ildə yenə qəbul imtahanları o. Yenə də müraciət edib deyirəm ki, bütün qəbul olan uşaqlarımızın sənədlərini versinlər, bizə onların topladıqları bal. Yenə də onları mükafatlandırmaq olar ki, 600 baldan yuxarı toplayan bütün balalarımız, onlar bizim canımız, ciyərimizdir, bizim gələcəyimizdir, onları mükafatlandıraq. Onlar üçün nəsə eləyək ki, həvəslənsin, onlar bizim daşım, onlar bizim davamçılarımızdır, gələcəyimizdir. Biz ümidimizi onlara bağlayırıq. Bu işlər, qardaşım, həqiqətən də mən yenə deyirəm, bu bizim kəndin həyatı bir saatlıq, yarım saatlıq, bir günlük işi deyil. Bunu aylarla danışsan, günlərlə danışsan çoxdur, danışa bilərik. Amma yenə deyirəm, bir şeylə bunu vurğulamaq istəyirəm ki, əziz Arçud xalqı, əziz qardaşlar, bacılar, həqiqətən də biz birlikdə güclüyük. Həqiqətən də biz nə istəsək, nə qarşımıza qoysaq, hansı işləri görmək istəsək, biz tək başına işini elə bilmərik.
gərək biz əl-ələ verək, bir-birimizə dəstək olaq. Kimliyindən asılı olmayaq. Kim harda olur olsun, hansı vəzifədə olur olsun və hansı mövqedə olur olsun. Əgər söhbət Arçud elindən gedirsə, burada mənəm, mənəvi, mən ayrı, sən ayrı söhbəti yoxdur. Bayaq mən yenə də deyirəm ki, burada nə Qolgudəhli, nə Süleyman Şah, nə Məşədlilər, nə Eminlər, nə Koxallar, nə başqaları yoxdur. Burada bir tayfa, bir səcərə var, o da Arçud eli. Bunu da qoruyub saxlamaq lazımdır və bu elin, obanın gələcəyi bizim əlimizdədir. Biz bunu da gələcək nəsillərə ötürməliyik. Gələcək nəsillər sabah bizimlə fəxr eləsinlər, desinlər ki, bizim babalarımız, bizim nənələrimiz gör nə gözəl işlər görüb ki, biz bugün əziyyət çəkmirik. İndi mən bayaq da dedim ki, biz vaxtında yaşlı nəsillərdən istifadə eləmədik. Yaşlı nəsillərdən istədiyimizi ala bilmədik. Amma bu səhvliyi biz eləmişik. İstəmirəm ki, bizim gələcək nəsil də bu səhvliyi eləsin. Onların əllərində bütün vəsaitlər olsunlar, yazılan kitablar, bizim deyilən sözlər olsun ki, onlar da bundan istifadə edə bilsinlər. Hər birinizi öpürəm, hər birinizi bağrıma basıram. Mən əziz Arçud eli, biz sizdən fəxr edirik, biz elimizlə, obamızla fəxr edirik və arxamızı sizə köklənirik. Bu el neçə ki var, hər şey olacaq. Bəli, mən də bir fikir bildirim, Rəfət müəllimə də sağollaşmamışdan qabaq. Bütün görülən bu işlərin hamısının səbəbi, bircə səbəbi var ki, biz bir olaq. Çəkilən əziyyətlər, Yusuf müəllim nəsil, nəvələr, nəticələr, babalar, hamısının adını yazıb da burada əziyyət çəkibik. Bir neçə kitablar yazılıb, görülən tədbirlər, heç kim özü üçün heç bir iş görmür. Sadəcə hər bir Arçuddur, bizim bacımız, qardaşımızdır. Biz birik. Gələcəyimiz üçün eləyirik də, yəni övladlarımız üçün. Sağ olun, var olun.